Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Xəzər rayonundakı 216 nömrəli məktəbdə məktəblinin gözü qarşısında müəllimlərin əlbəyaxı olduğu görüntülər yayılıb. İddialara görə onların arasında mübahisə fiziki qarşıdurmaya çevrilib. Hadisə müəllimlərdən biri tərəfindən mobil telefonla qeydə alınıb. Şagird və valideynlərin sözlərinə görə insident musiqi müəllimi əfsanə müəllimənin öz övladı ilə birlikdə dərsə gəlməsi səbəbindən baş verib. İngilis dili müəllimi Sədaqət müəllimə buna etiraz edib və hadisəni videoya çəkib. Bunlara görə dərs keçə bilmirik. İngilis dili müəlliməsi Sədaqət müəllimə hər şeydən narazı biridir. Bizim heç vaxt əfsanə müəllimədən və onun uşağından narazılığımız olmayıb deyə şahidlərdən biri bildirib. Məktəbin müəllimi Lalə Aydınovanın sözlərinə görə Sədaqət müəllimə əfsanə müəlliməyə hücum çəkib. 600 min uşağına qarşı dəfələrlə təhqiramiz ifadələr işlədib. Sədaqət müəllimi hərdə və xəstə uşağı ilə məşğul olsun, xəstə uşağının dərdini çəksin kimi ifadələr deyib. Bu ilk hal deyil, dəfələrlə təkrarlanıb. O, məktəbdə baş verən prosesləri icazə almadan çəkir və şəxsi münasibətləri yaxşı olmadığı insanlara qarşı istifadə edir. Məsələ ilə bağlı Bakı şəhəri üzrə təhsil idarəsindən bildirilib ki, qeyd olunan müəllimin şagirdlərin qarşısında da davam etdirilən uyğunsuz davranışları tədris prosesinin pozulmasına, müəllim nüfuzuna, məktəb mühitinə və uşaq hüquqlarına zidd hesab olunur. Pedaqoji kollektivin üzvləri aidiyyatı üzrə hüquq mühafizə orqanlarına müraciət edəcək.